Bir müğənni var. Efirdə ondan o evladlarını, atasını soruşdular. Dünyaya uşaq gətirib daha doğrusu. Amma onların atasının kim olduğunu gizlədir. Amma deyir var. İnsanın atası olanda, insanın əri olanda azından onun adını, soyadını deyirsən, peşəsini deyirsən və doğruluğunu təsdiq edən nələrsə deyirsən də, yəni mənim həyat yoldaşım var. Bu adam hamından həyat yoldaşının kimliyini gizlətdi və gizlədir. Mən bir həmkarım var, məni şoka saldı. Deyir, Sara xanım, o müğənni var ha. Efirdə deyir, ya uşaqlarımın atasının adını deyə bilmərəm, amma uşaqlarımın atasıdır. Deyir ki, qoyun quzu saxlayır, inək saxlayır, fermerdir. Deyir, 100 dənə belə uzun boynuzlu, yekə boynuzlu inəyi camışı var. Bir 3000, demək 1000 iri boynuzlu, yəni camış, inək, buzovu var. Bir 3000-4000 də keçisi, quzusu, qoyunu var. Deyir, fermerdir. Nə qazanır? Qoyur o müğənninin üstünə. Ailə də deyir, pendirlə, yağla, südlə, qatıqla yaşayır da qayna olurlar. Çünki onlar bilir ki, ata, evin böyüyü, kişi, o fermer kimə pullar xərcləyir, hansı müğənniyə pullar xərcləyir. Və dedi mənə, Sara xanım, mənim həmkarım dedi, narahat olma, heç də onun təqdim etdiyi kimi böyük biznesmen deyil, fermerdir, qoyun quzu saxlayır, inək saxlayır və maşın pendiri, südü, qatığı, ən çox da motal pendiri məhz bu müğənni qadının evinə gəlir.